Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Kurikulum və Texnologiya təlimçisi Nəsirova Rəyalə. Bugün sizlərə müsahibə mərhələsində müəllimlərimizə verilən bir neçə sualın izahına baxacağıq. İlk sualımız belədir. Valideynə övladının nəticələrini necə bildirirsiniz? Biz valideynlə mütəmadi olaraq əməkdaşlıq etməliyik. Yəni müəllim olaraq bu bizim vəzifəmizdir. Şagird haqqında mütləq valideynə məlumat vermək lazımdır. Valideynə övladı haqqında mütəmadi məlumat vermişəmsə, o övladının qiymətindən narazı olsa belə, bunu müəllimə söyləyə bilməyəcək. Çünki mən hər zaman mütəmadi olaraq övladı haqqında məlumat vermişəm. Əgər zəif bir nəticə göstərirsə, o zaman əməkdaşlıq edərək bu problemi də aradan qaldırmaq bizim vəzifə borcumuzdur. Yəni qaldıra bilərik birlikdə valideynlə əməkdaşlıq edərək bu problemi aradan qaldırırıq. Daha sonra baxırıq ikinci sualımıza. Sinifin səviyyəsi aşağı olarsa nə edirsiniz? Biz tədris ilinin əvvəlində diaqnostik qiymətləndirmə keçirdirik və diaqnostik qiymətləndirməyə əsasən sinifin səviyyəsini müəyyənləşdirə bilərik. Və planlaşmamızda dəyişiklik edirik. Yəni diaqnostik qiymətləndirməmizin nəticəsinə əsasən planlaşmamızda dəyişiklik edə bilərik. Diaqnostik qiymətləndirmə keçirmişik və bilirik ki, sinifin səviyyəsi aşağıdır. Müəllim bu zaman özü müəyyən addımlarını atmalı və planlaşmasında dəyişiklik etməlidir. İlk öncə təbii ki, şagirdin maraq dairəsini nəzərə almalı, intellektlərini nəzərə alıb, elə də dərsi nəzərə almalı. Yəni təşkil etməlidir. Tədris proqramını mənimsətməlidir şagirdlərə. Daha sonra baxırıq üçüncü sualımıza. Şagirdlər dərsdə çox səs-küy salarsa nə edərsiniz? Müəllimin müşahidə qabiliyyəti olmalıdır ki, söhbət yəni hansı səs-küydən gedir? Yəni sinifdə səs-küy ola bilər. Yəni bu müəllim müşahidə etməlidir ki, bu səs-küy hansı səs-küydür? Deməli, bu xaotik səs-küy də ola bilər, işgüzar səs-küy də ola bilər. Əgər mən qrup işi təşkil etmişəmsə, burada işgüzar səs-küy olmalıdır. Yox, əgər xaotik səs-küy, yəni dərsdən kənar səs-küy varsa, deməli müəllim sinifi düzgün idarə edə bilməmişdir. Yəni bu müəllimin sinifi düzgün idarə edə bilməməsindən xəbər verir. Çünki səriştəli, peşəkar müəllim, qayda, prosedur, gözləntiləri olmalıdır və hər kəs də bu qaydalara əməl etməlidir. Sinifdə əlavə səs-küy salmaq olmaz. Dərs prosesində yəni pozmaq olmaz. Əgər səs-küy olarsa, mən qaydaları şagirdlərə xatırladaram. Şagirdin hüquq vəzifələrini şagirdlərə yenə xatırladaram və şagirdin əlavə səs-küy salmasına icazə vermərəm. Yəni biz qaydalarımızı tətbiq edərkən, prosedurlarımızı sinifdə tətbiq edərkən bunları biz davamlı şəkildə də şagirdlərə yəni xatırlatmalıyıq, öyrətməliyik şagirdlərə. Daha sonra yenə qiymətləndirmə ilə bağlı sual düşüb. Diaqnostik qiymətləndirmə nə zaman aparılır? Bir də belə bir sual var ki, diaqnostik qiymətləndirmənin nəticəsi harada qeyd olunur? Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Deməli, ilkin, yəni dərs ilinin əvvəlində, bölmənin əvvəlində, müəllim məktəbə yeni gəldiyində aparıla bilər diaqnostik qiymətləndirmə və diaqnostik qiymətləndirmənin nəticəsi müəllimin gündəlik qeyd dəftərində, şagird portfolisində yerləşdirilir. Yəni şagird öz diaqnostik qiymətləndirməsinə baxır. Məsələn, növbəti günlərdə, həftələrdə öz diaqnostik qiymətləndirmə nəticəsinə baxaraq öz inkişafını izləyə bilir. Daha sonra rubrik nədir? Deməli, rubrik şagirdin qiymətləndirməsi üçün meyarlar və keyfiyyət səviyyələrinin öz əksini tapdığı bir cədvəldir. Qiymətləndirmə şkalasıdır. Rubriklər əsasən iki cür olur. Holistik və analitik. Holistik sürətlidir. Bütün meyarları eyni anda qiymətləndirir. Vaxt məhdudiyyəti olduqda effektivdir. Analitik isə bütün meyarları ayrı-ayrı qiymətləndirir. Yəni meyarların hamısını burada nəzərə alınır, lakin birlikdə deyil. Bütün meyarlar nəzərə alınması şərti ilə ayrı-ayrı qiymətləndiriləcək. Və buna görə də analitikdən daha çox layihə işlərində istifadə edilir ki, uzun, yəni müddətlidir və bu zaman daha effektiv hesab ediləcək. Rubriklər həmçinin də iki növə ayrılır. Ümumi rubriklər, tapşırığa əsaslanan rubriklər.
Ümumi rubrik bütün tapşırıqlar üçün istifadə edilə bilər. Lakin tapşırığa əsaslanan rubrik bir tapşırıq üçün hazırlanır və ondan sonra öz istifadəsini itirir. Rubrik təkcə müəllim qiymətləndirməsi üçün deyil, yoldaş qiymətləndirməsində, özünü qiymətləndirmədə istifadə edilir.